sual verirlər ki, Allahın ən çox sevdiyi surə Əl-Fələq surəsidir. Belə bir hədis varmı? Cavab belədir ki, bəli, belə bir hədis var. Bu hədisi Ən-Nəsai Sunan Əl-Kubra əsərində və həmçinin İbn Hibban Səhih əsərində rəvayət etmişlər Uqbə ibn Amirdən radiyallahu anhu. Və hədisdə Uqbə ibn Amir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən ona Yusif və Hud surələrini öyrətməyi xahiş edir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona cavabında belə buyurur: Ey Uqbə, qul əuzu bi rabbil fələq, yəni Fələq surəsini oxu. Çünki sən Allah yanında bundan daha sevimli və daha üstün bir surə oxuya bilməzsən. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, əgər bacarırsansa onu oxumağı qaçırma. Yəni hər namazda onu oxu. Və bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yəni Fələq surəsinin fəzilətli olduğunu bildirir. Lakin alimlər qeyd etmişlər ki, yəni burada Quranın digər surələrinə nisbətən deyil, məhz Allaha sığınmaq baxımından ən demək əhatəli surədir. Yəni bu surədə Allaha sığınmaq bildirilir və ona görə də bu baxımdan, yəni Allaha sığınmaq baxımından ən kamil və əhatəli surələrdən biridir.